Məhkəmə qərarları, borclular, icra qurumları və qanunvericilik. İcra olunmayan məhkəmə qərarlarının arxasında duran səbəblər, hüquqi boşluqlar və məsul tərəflər. Kim cavabdehdir? Studiyada mövzunu vəkillər Mirzəxan Kişiyev, Sevinç Həsənova, İlkin Xəlilov və Nurlana Quliyeva müzakirə edəcəklər. Qanun və icra. Qanun bəzən səssiz görünür. Bu səssizliyin arxasında ədalət durur. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında birazdan ARV-də real faktlar, ekspert rəyləri və cəmiyyətin ən ağrılı sualları ilə üz-üzə qalacaqsınız. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat. İlk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Salam, hörmət tamaşaçılar. Qanun və icra proqramı biz yenə sizinləyik. Bugünkü mövzumuz çox maraqlı mövzulardan biridir. Belə ki, məhkəmə yekun aktları üzrə icra və probasiya şöbələrində yaranan problemlərlə bağlı və qanun qüvvəsi almış məhkəmə qətnaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparması çox dəyərli ekspertlər dəvət etmişik. Hesab edirəm ki, vətəndaşlar dövlət adından çıxarılan məhkəmə qətnamələrinin dərhal icra olunacağı və onlara dəyən maddi və mənəvi ziyanlar, mənzildən köçürülmə, uşaqla ünsiyyət, aliment və eyni zamanda uşağın sərbəst ölkədən gedib gəlməsi ilə bağlı qanun qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını belə deyək ki, dərhal gözləyirlər. Amma əfsus olsun ki, bununla bağlı icra şöbəsində tələbkar boşluq arasında yaranan fikir ayrılığı və icra məmurunun qanunu göstərişlərinə tabi olmayan bəzi hallarda borçlular süni şəkildə məhkəmə qətnaməsinin icrasını üzrü səbəb olmadan yayınırlar və eyni zamanda da maneçə törədirlər. Bununla bağlı hüququn yanaşması, hüququn dispozisiyası və sanksiyası ilə bağlı fikir mübadiləsini çox dəyərli ekspertlər dəvət etmişik. Hesab edirəm ki, bu günləri qanun qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneçə törətmə bir institutdur və qətnaməsinin icrasını yaymaq bir institutdur və üzrü səbəb olmadan icra etməmə tamamilə fərqli yanaşmadır. Mən hüquqşünas kimi, vəkil kimi hesab edirəm ki, bu barədə vətəndaşlarımız maarifləndirilməlidir və məlumatlandırılmalıdır. Hörmət tamaşaçılar, bugünkü diskusiyamıza dəvət olmuş vəkillər sizə təqdimdən sonra biz mövzuna qayıdacağıq. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Mirzəxan Kişiyev, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Sevinç xanım Həsənova və vəkilimiz Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü İlkin bəy Xəlilov, eyni zamanda Nurlana xanım bizim vəkilimiz, Vəkillər Kollegiyasının Nurlana xanım Quliyeva da bizim qonağımızdır. Müəyyən səhvlərə görə ləngiyir. İnşallah irəliləyən dəqiqədə o da bizə qoşulacaq. Mirzə bəy, xoş gəlmişsiniz. Xoş gördük, Əkbər müəllim. Həmişə olduğu kimi bugün də biz hüquqşünas olaraq üzərimizə düşən, mən buna boş deyim, öhdəlik deyim, yoxsa cəmiyyətə fayda vermək deyim, vəzifəmizi yerinə yetiririk. Bizim hər birimizin üzərinə bir hüquqşünas kimi düşür ki, cəmiyyətdə bəli, qanunlar var, qanunlar verilir, lakin onların qanun özünün icrası, həyata keçməsi ən zəruri və labüd bir məsələdir. Sizin qaldığınız məsələ, biz ötən məhkəmə prosesi, ötən verilişdə də biz bu məsələni müzakirə elədik. Ancaq bu məsələ o qədər geniş müzakirəyə ehtiyacı var ki, yalnız bir saat ərzində onu tamamlamaq mümkün olmadı. Vəkil olaraq apardığımız ali məhkəməyə qədər apardığımız mübahisənin
mübarizənin yekunu icra mərhələsində icra olunduqda qələbə çalmış hesab Bəli. olunurdu. Baxın, ədalət mühakiməsi həyata hakimlər, ədalət bərqərar olundu, hüquq pozuntuya hüquqi qiymət verilir. Amma onun icrası yeni bir institutdur. Bəli, hamıya yaxşı məlumdur ki, məhkəmə qərarları, məhkəmə hökmləri, məhkəmə qətnamələri hamısı dövlət adından çıxarılır. Əgər dövlət adından çıxarılan hər hansı bir qərar o mütləq qaydada icra olunmalıdır. Bəs nəyə səbəb olur ki, bu və ya digər formada bəzi problemlər yaranır, vətəndaşlar narazılıq edir, məhkəmənin qərarı var, qətnaməsi var, icra olunmur. Düzdür, buna həm obyektiv səbəblər var, həm subyektiv səbəblər var. Bir mənalı qoymaq olmaz ki, bu icra məmurunun günahıdır, bir mənalı qoymaq olmaz ki, bu yəni qanunun günahıdır. Amma bəzən elə boşluqlar yaranır ki, o işin içinə girənə qədər, o işin mahiyyətinə daxil olana qədər bilmirsən ki, bu necə olur. Heç bir icra məmuru istəməz ki, onun işində boşluq olsun. O, onun üzərinə çalışdığı bu qərar icra olunmasın. Bu, heç bir məmura, heç bir icra işçisinə, heç bir digər şəxsə heç lazım deyil. Hamı istəyər ki, özünün işi ilə fəxr eləsin. Amma bəzən icra məmuru elə bir boşluqlarla rastlaşır ki, baxır ki, burada qeyri-mümkün. Məsələn, vətəndaşdır, gəlir, boşludur. Gəlir, çıxır icra məmuruna, son nəticədə məhkəmə qərarı var, məhkəmə qüvvəyə minib, icraya yönəlib, icra yönəndən sonra gəlir icra məmurunun üzərinə. İcra məmuru bunu icra eləyərkən, vətəndaş gəlir, deyir ki, mənim heç cür imkanım yoxdur ki, mən bu pulu ödəyəm, yaxud bunun boşluğun istədiyi kimi bəs bunu həll edəm. Onda icra məmurunun üzərində düşən funksiyalar ondan ibarətdir ki, icra məmuru bunun həqiqəti deyib demədiyini, yalan söyləyib söyləmədiyini bilmək üçün məcburi qaydada çalışır ki, bunun könüllü və məcburi icra hərəkətlərini davam etdirmək. Birinci, o məlum məsələdə könüllü vaxt verir ki, get bu... Yəni 2 ay müddət, 10 gün müddət. Müddətdə bu özün könüllü icra elə. Amma müddət tam olur, könüllü icra olunmur. Bir də bu məsələ qaydanda ondan sonra icra məmuru məcbur olur ki, qanunun bütün üsullarından istifadə eləmək, bunun yoxlasın, görsün, bunun dedikləri həqiqətdirmi? Yoxlayanda məlum olur ki, bunun nə evi var, nə eşiyi var, nə adın əmlak var, nə başda pulu var, nə normal maaşı var. Bu, hətta elələri olur ki, təcrübədə. İcra məmuruna deyir ki, məni bir işə düzəlt. Mən gedim işləyim, başlayayım yavaş-yavaş bu pulu ödəməyə. İndi icra məmurunun funksiyasına, üzərinə, kimisə, onda elə icra məmurları işin gücün buraxsın, ancaq insanları işə düzəltməmək. Bu funksiyona aid deyil. Aydındır. Ona görə də çox ciddi problemlər yaranır bu sahədə. Məcbur olur ki, son nəticədə birinci dəfə xəbərdarlıq edir, ikinci dəfə onun haqqında cərimə, üçüncü dəfə məhkəməyə təqdimat yazır. Amma belə götürək də, məhkəməyə təqdimat yazıldı, bu adama 1 aya qədər həbs verdilər. İnşallah. Irəliləyən dəqiqələrdə digər vəkillərin fikrini alacaq. Mirzə müəllim, bax, sizin bu fikirlərinizə mən tam razıyam. Amma sadəcə olaraq o işlə bağlı məsələdə artıq hüququn öz sözü var. Qətnamənin icrası ilə bağlı 2 hüquq var. Mən gördüyüm, yəni dispozisiyasında. Qətnamənin icrasına maneçi törətmək və qətnamənin icrasını yaymaq. Səniz xanım, xoş gəlmisiniz. Çox sağ olun. Nurlan xanıma xüsusi sualım olacaq. O valideynlər ki, uşaqları bir-birini alıb qaytar. Çünki sizcə mənim üzərimdə yetərincə var. O sualı onun üzərinə quracağım. Təşəkkür ederim. Buyurun Səniz xanım. Çox sağ olun. Belə bir mövzunu müzakirəyə çıxartmısınız. Mənim də ağrılı bir məsələlərimdən biridir bu. Çünki bayaq elə həmin məsələyə toxundunuz. Mənim icraatımda şəxsən bir iş var idi. Hansı ki, 1 il yarım məhkəmələrdə vuruşa-vuruşa uşaqları ananın yanında saxlanması barədə qətnaməni axıra qədər qüvvədə saxlatdırdıq. Uşaqlarla bağlı mübahisə var idi. Çünki 3 uşaq idi ki, faktiki atanın yanında qalırdı, balaca uşaq ananın yanında yaşayırdı. Ata da uşaqların böyükləri istəyirdi öz yanında saxlamaq, amma hər 3 uşaq istəyirdi. Və məhkəmənin qətnaməsi ilə, qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyənləşdi ki, uşaqlar ananın yanında saxlanmalıdır. İş getdi icraya və halbuki həmin iş icra olunmadı. Yəni ana da olmadı, icrası mümkün olmadı. Bəli. Çünki uşaqlar o qədər ki, atanın yanında qalmışlar, atanı seçirdilər. Yəni istəmirdilər. Qulağını doldurmuşdular uşaqlar. Bəli, ananı istəmirdilər. Bəli, halbuki məhkəmə gedişatında məhkəmə psixoloji ekspertiza təyin elətdirmişdik.
Orada ekspert rəy vermişdi ki, uşaqlar hər iki valideynə bağlılığı var, yəni eyni dərəcədə. Ona görə də məhkəmə belə qərarı qəbul etdi ki, uşaqlar verilməlidir anaya. Sonra uşaqları psixoloq dəvət elədilər, uşaqlarla güya söhbətlər aparıldı. Yenə uşaqlar razılaşmadı. Elə mən də məntiqiniz güya söhbəti mən də şərkim. Mənim uşağımı 10 dəqiqənin içində uşaq düzdür, o nə psixoloji müayinə aşılamaq elə olar? bilər. O ən azı 3 ay uşaq ondan ünsiyyət yaratmalıdır. 2 ay, 1 ay ünsiyyət yaratmalıdır. Və ondan sonra uşağın kimə bağlılığı müəyyən olmalı. 10 dəqiqənin içində kim nə bilər? Bəli, və uşaq elə bil ki, atası ilə bir yerdə gəlir psixoloqun yanına. Ata Və yolda çocuq da ona gözləyir və psixoloqla gedəcək. Əvvəlcə yolda da qulağı doldurur. Çıxanda da deyəcək ki, siz nə danışdınız orada? Bəli, elədir. Yəni uşaq ata ilə bir yerdə gəlir, ananı ümumiyyətlə bu illər ərzində ümumiyyətlə görməyib, heç bir ünsiyyət saxlamayıb və nəticədə də psixoloq rəy verir ki, mən uşaqla danışıq apardım, uşaq yenə atanın yanında qalmaq istəyir. İcra məmuru da deyir ki, psixoloq belə deyir, mən uşağı ağlada, zorla atasından alıb anasına verə bilmərəm. Çünki bir dəfə belə bir, mən 3-4 il bundan qabaq belə bir insident olmuşdu. Sosial şəbəkələrdə də yayılmışdı ki, uşağı necə ağlada bir valideyndən alıb o birisinə verirlər. Bu qınaq mövzusu olmuşdu vətəndaşlar arasında. Şəxsən mən qonaqlar qınamıram. İcra məmuru hansı üstün istifadə eləməli, icra eləməli. Başqa uşağı alıb, belə deyək ki, hansısa bir qruplaşmaya göndərmir ki, anasına verməli. Anadan ataya ya da atadan anaya verir də. Yəni bu uşaqla bağlı da icra məmurları çox həssas yanaşır. Yəni uşaq deyir ki, məsəl üçün ağlayırsa mən onu götürüb digər valideynə verə bilmərəm. Yəni bu qətnamələr icrasız qalır. Subyektiv fikrim deyil. Subyektiv fikrim deyil. Ümumiyyətlə mən hesab edirəm ki, heç vaxt ata anadan yaxşı baxa bilməz uşağa. Həmişə uşaq istər-istəməz qanunvericidə də belədir, qanunverici də bunu tələb edir. Həm də təcrübə göstərir ki, həmişə uşağa ana yaxşı baxır. Ona görə də birməna olaraq anaya verilməlidir. Sizin əlavəniz vardı? Çox vaxt ana yaxşı baxır. Bəzi hallar olub. Mən istisnalar var, 1% təşkil edir, 2% təşkil edir. Bəli. Amma ümumi götürsək, bəli. Ana piyanist olar, ana iş nətər dərlər, biraz xəstə ola bilər, digər qadağanlanmış xəstəliklər tuta bilər. Elə hallar var ki, o xüsusi hallardır. Mən burada xüsusi halları demədim. Mən əksəriyyət hallarda normal ata-anadan danışıram. Mən xüsusi halları nəzərə burada xüsusi hallara yer versək. Aydındır. Hörmət tamaşaçılar, onu da qeyd edilmiş Sevinç xanım Həsənova 17 saylı vəkil bürosunun müdürüdür bizim qonağımızı. Nurlan xanım, xoş gəlmisiniz. Təşəkkürlər. Nurlan xanım, sizin və mənim ən çox problemlərimiz nədən ibarət? Çünki Nurlan xanım biz tez-tez telefon vasitəsilə əlaqə saxlayırıq. Bəzi məsələlər var ki, onları biz gündəmdə saxlayırıq. Bəzi hallar görürsən, məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, uşaq qalsın ananın yanında. Ata ünsiyyət əldə edir, uşağı götürüb aparıb verilir və illərlə biz qalırıq vəkil kimi. Həmin bu tərəfdə məsuliyyət məsələsi var, vicdan məsuliyyəti. Məsələn, biz vəkil olaraq məhkəməyə müraciət edirik. Yekun məhkəmə aktından sonra bizim işimiz bitir. Amma icraya gələndə, onun icra olub-olmama məsələsində qarşı tərəf bizə istəyəcəyinə yanaşır ki, siz olduğunuz işin nəticəsi yoxdur. Buyurun. Və əvvəla həmkarlarımı salamlayıram başda sizə olmaqla və çox sağ ol deyirəm ki, bugün həm hüquq müstəvisində, həm də cəmiyyətdə çox qlobal problemlərdən birini biz müzakirə çıxartmışıq və mövzu olaraq müzakirə edilir. Hörmətli həmkarım, qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti adından elan edilmiş bütün qətnamələr, qərarlar, hökmlərin icrası mütləq və zəruridir və burada icra qurumları aidiyyatı inzibati orqan olaraq, yəni bu icra qurumları məhkəmə qətnaməsinin icrası istiqamətində səlahiyyətlərini düzgün, məsuliyyətlə icra etməlidirlər. Yəni onlar haqqına girməyək, onlar çox vaxtında işləri görürlər. Təbii ki, burada istisna hallar hər zaman, hər sahədə olduğu kimi bu sahələrdə də istisna hallar ola bilər. Qətnamənin icrasının üzürlü və yaxud da üzürsüz səbəbdən icra olunub-olmaması təbii ki, icra məmurunun birbaşa səlahiyyəti çərçivəsində araşdırılmalıdır. Və mən bəzən icra tədbirləri gedişatını biz vəkil olaraq çox təcrübədə görürük. Çünki vəkil olaraq bizim deyək ki, məhkəmə qətnamələri, müdafiə etmiş şəxslərin xeyrinə çıxmış qətnamələr icra edildikdə bu başqa bir, belə deyək də, qürurdur, başqa bir xoşa gələn haldır və hüquq bunu tələb edir. Eyni zamanda qeyd etmək istəyirəm ki, bəzən icra məmurları, bilirsiniz ki, icra haqqında qanunvericinin tələbləri var ki, konkret olaraq tərəfə qərar bildiriş verilir, qərar bildiriş təqdim edildiyi gün 10 gün müddətinə könüllü müddəti tanınır və daha sonra 2 ay müddətində qətnamənin icrasına bağlı icra məmuru tərəfindən tərəfə məlumat verilir, izahat alınıb, müəyyən hərəkətlər apardıqdan sonra qanunla müəyyən edilmiş qadağalar onun nəzərinə çatdırılır və icra məmuru artıq qətnamənin icrası istiqaməti bütün tədbirləri həyata keçirməlidir. Yəni, əksər hallarda bəzən 10 gün könüllü müddət icra etmədikdə dərhal məhkəmə protokolu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəni protokolla məhkəməyə çıxarılır. Bu hallar düşünürəm ki, ən sonuncunu tətbiq edə bilən hallar siyasında olmalıdır və qanun da zaten bunu belə tənzimləyir.
Və gələk ki, digər məsələ ki, bu gün icra tədbirləri zamanı ən həssas və ən çox qlobal problemlərdən biri valideynlər arasında boşanma, nikahın pozulması zamanı uşağın himayəsi müəyyən edildikdən sonra hansı valideyn yanında qalmasına bağlı. Artıq valideynlər arasında olan gərginlik uşaqlara da təsir edir. Və icra mərhələsində bir uşağın bir valideynə məhkəmə qərarı əsasında digər valideynə alınıb verilməsi belə deyək də çox problemli bir məsələyə çevrilir. Burada mən düşünürəm ki, məhkəmələr bəzən qərarlarda da buna yer almalıdır ki, məsələn, valideynlərin bilirsiniz hansı yaşda olursan ol, əslində mən həmişə deyirəm, uşağın hansı valideyni istəyirsən, sevirsən, bəyənirsən, fikrinə öyrəşdirmək bu doğru deyil. Hər iki valideyn övlad üçün valideyndir. Söhbət normal valideynlərdən gedər əlbəttə. Yəni istənilən halda uşaq bununla üz-üzə qalmamalıdır. Amma deyək ki, problem var və bununla üz-üzə qalmaq məcburiyyəti var. Məhkəmələr qərar verərkən az yaşlı seçim qarşısına qoymaq özü belə məsuliyyət istəyir. Eynən. Yəni mən ümumiyyətlə bunun əleyhinəyəm ki, az yaşlı uşağı məsuliyyət qarşısına qoymaq, onu seçim qarşısına qoymaq, ona ayrıca bir beyninə travma yükləmək, hansı valideyni seçirsən, seçmirsən, kimi bəyənirsən və hörmətli həmkarım çox doğru qeyd etdi. Sizin də fikirlərinizdə mən əsaslanıb qeyd edirəm ki, ümumiyyətcə icra tədbirləri zamanı 10 dəqiqəni içilsə və ya da qısa müddətli bir zaman çərçivəsində müəyyən bir müəllimin, müəyyən bir psixoloqun iştirakı ilə uşaqlar dindirilir. Zaten bu uşaqlar bu mərhələyə gələnə qədər müəyyən bir qərəz var. Uşaqların valideynlərin ayrı düşməsi zaten uşaqlara mənfi bir emosional hal yaradıb. Və ümumiyyətcə ekspertizalarda emosional bağlılığı yoxdur valideynə cümləsi mən anlaya bilmirəm və qəbul etmədiyim halda. Ümumiyyətcə insan yaradılışı belə hansı yaşda olursan ol, valideynə bir tık belə olsa bir bağlılığın olur. Bu qaçılmaz haldır. Cəzaçəkmə müəssisələrində bir kamerada 30 dənə uşaq bir yerdə qalır. Görürsən, onlar birinci adaptasiya olur, sözlə üstə münasibət qururlar. Bəli. İnsan da elədir. İnsan da elədir. Yəni bu ən müqəddəs və ən ali münasibət valideyn-övlad münasibətidirsə, burada artıq müəyyən əgər neqativ hallar, mənfi emosiyalar varsa uşağın hər hansı bir valideyninə qarşı və yaxud da hər iki valideynə bunun kökü səbəbləri araşdırılmalıdır və mən düşünürəm ki, məhkəmə qətnamələri bu istiqamətdə icra edilərkən orada məhkəmə qətnamələrində mən istəyərdim ki, gələcəkdə məhkəmələr bunu nəzərə alsın ki, yer verilməlidir ki, uşaqların digər valideynə təmin edilərkən uşaqların müqəddəratı, psixoloji vəziyyəti, psixoloqların iştirakı ilə, Qəyumçuluq Komissiyasının təkrar iştirakı ilə, yəni uşaq müqəddəratı çox önəmlidir. Mümkün deyil ki, uşaq hətta valideynindən birindən digərinə getmək istəməsə belə müvəqqəti olaraq. Müəyyən bir mərhələdən sonra onunla müəyyən bir belə deyək, terapiyalar, söhbətlər, ona valideyni düzgün belə deyək, təqdim etməklə o uşağı digər valideynə getməsi kifayət qədər normal bir şəraitdə mümkün ola bilər. Aydın. Bax, bilirsiniz, hamımız bir dənə fikir söyləyim, sonra əlavə eləyəsiniz. Cinayət işlərində yetkin yaşına çatmayan tərəfindən törədilən cinayətlərdə görürsün, daha təcrübəli müstəntiqlərə həval olunur. Və eyni zamanda yetkin yaşına çatmayan tərəfindən törədilmiş cinayətin məhkəməyə gedəndə daha təcrübəli hakimlər həval olunur. Tamamilə doğru. Tamamilə. Bax, fikrinizi üzrə. Bax, bu günləri icra mərhələsində də mən hesab edirəm ki, bu günləri icra məmuru təyin olan şəxsə o işlər həval olmaq mən hesab edirəm tezdir. Amma daha təcrübəli, 10 il, 5 il, daha təcrübəsi olan icra məmuruna həval olmaq mən tərəfindəyim. Buyurun. Elə yeri gəlmişkən bunu xatırladım. Deməli, Bakı Cinayətlər Məhkəməsində hələ mən işlədiyim zaman 3 hakim ayrılmışdı, təcrübəli hakimlər. Onlar yalnız daxil olan işlər üzrə yetkinlik yaşına çatmayan uşaqlar olanda o işə o hakimlər baxırdı. Təcrübəli hakim olduğuna görə. Mən çox istəyərdim ki, bu bütün məhkəmələrdə bu təcrübə davam edir. Yaxşı, bax, bu yaxınlarda mən bir adını çəkmirəm, bir məhkəmədə idim. Həmkarım dediyi kimi, uşaq qalıb atanın yanında, oğlan uşağı, 13 yaşında, bir müddət təmiz onu hazırlayıb ki, sən məhkəmədə deyilən ki, mən atanı istəyirəm, atanın yanında qalmaq istəyirəm. Uşaq gəldi məhkəmədə, hakim onu, çox xoşuma gəldi, hakim təcrübəli hakimidir. Hakim onu dindirəndə sual verdi ki, sən ata ilə qalmaq istəyirsən, ana ilə. Dedi ki, uşaq, yox, əvvəl hakim sual verdi ki, atan çox istəyirsən ananı. Dedi ikisində. Təkrar bir də sordu, dedi ikisində. Sonra dedi, kimdən qalmaq istəyirsən? Uşaq tərəddüd eləmədən dedi, ana ilə. Dedi, ikisi də yaxşıdan mən ana ilə qalmaq istəyirəm. Mən o qədər, məsələn... Yəni, bu da təcrübədən qaynanan bir yanaşmadır. Çox xoşuma gəldi. Uşağın da dünya görür. 13 yaşında uşaq, balı uşaq deyil axı, bunun şuuru var, ağlı. Sonra mən ona özüm o işdə vəkil idim, sual verdim ki, niyə? Niyə ana ilə qalmaq istəyirəm? Dedi ki, ana bəs tək qalsın. Ana tək qalsın bəs. Gör ha, oğlan uşaqdır. Kişilik, qürur. Mənə ləzzət verir. Bu bir valideyn üçün çox önəmli faktordur əslində uşaqlarda.
müəyyən bir belə deyək də mənəvi Oğlan uşağı idi də. tərəflərin düzgün formalaşması. Bilmirəm, təcrübə biraz cümləm ola bilər bir mənalı qarşılanmaz, amma bu gün cəmiyyətdə əksərən azyaşlı uşaqlar törədilmiş cinayətlər və digər xoşagəlməz məsələlərin içində azyaşlı uşaqlar olmasını araşdırdıqda həmin uşaqların ailələrində problemlərin Və eyni olduğunu, zamanda azyaşlılar valideynlər arasında törədən çəkişmələrin cinayətlərlə olduğunu, bağlı. uşaqlıqda travma almış və valideynlərin söz-söhbəti içərisində böyümüş uşaqlar olur belə cinayətlərin qurbanı. Ona görə də düşünürəm ki, valideynlər çox diqqətli olmalıdır bu məsələlərdə. Peki mən xoş gəlmisiniz. Əkbər müəllim, həssas mövzudur, Çox həssas. Ona görə də elə biz bu günləri bizim şərəfimiz olan, bizim peşə fəaliyyətimizin simvolu olan mantı ilə biz buradayıq. Mən ilk öncə İlkin müəllim həm hakim işləyir, həm də yetkinlik yaşına çatmayanlarla bağlı məhkəmədə hakim kimi belə deyək ki, zal idarə eləyib. İlkin müəllim, bax, digər oponentlərimiz, vəkillərimiz, mən də olmaq üçün də şərt ilə biz qətnamə və digər hüquq münasibətlərindən danışdıq. Siz bunu inzibati və cinayət məsuliyyətindən xahiş edən məlumat verərdiniz. Əkbər müəllim, ilk növbədə qeyd edeyim ki, bu mövzu həqiqətən də bütün dövrlərdə demək olar ki, aktuallığını saxlayır və təsadüfi deyil ki, Avropa məhkəməsi də bəzi qərarlarında bu məsələyə toxunur və xüsusi qeyd eləyir ki, bəli, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi cəmiyyətdə ədalət mühakiməsinə olan inamı sarsıdır və cəmiyyətdə ümumiyyətlə hüquqi məhkəmə fəaliyyətinə güvənsizlik yaradır və təsadüfi deyil ki, qanunvericilikdə də hələ də indiyə kimi də müəyyən o tədbirlər, islahatlar bu sahədə hesab edirəm ki, aparılmaqda davam edir. Məsələn, bu qeyd etdiyimiz kimi inzibati və cinayət məsuliyyəti var. 528-ci maddə qanuni qüvvəyə minmiş icra məmurunun qərarlarının yerinə yetirilməməsinə görə məsuliyyət yaradır və söhbət təkcə məhkəmə qərarlarından getmir. Burada söhbət həm də digər orqanların qərarlarından inzibati cərimə təyin etmək hüququ olan orqanların, notariusun icra qeydlərinin və o cümlədən məhkəmə qərarlarının və son dövrlər bu 528-ci maddəyə bu məsələ o qədər aktualdır ki, 1-1-ci maddə də əlavə olunub. Eyni icra sənədinə münasibətdə təkrarən icra olunmamağa görə daha sərt məsuliyyəti nəzərdə tutur. Konkret yəni, məsələn, inzibati məsuliyyət söhbəti. Bəli, fiziki şəxsə münasibətdə 528.1.1-ci maddədə 1 ayadək həbsdən söhbət gedirsə, artıq bu əlavə olmuş maddədə 2 ayadək həbsdən və eyni zamanda hüquqi və vəzifəli şəxslərə münasibətdə də daha sərt cəzadan söhbət gedir və eyni zamanda cinayət məcəlləsində qanuni qüvvəyə minmiş məhkəmə aktını, qərarını, hökmünü icra etməmə maddəsi var və həmin maddənin ikinci bəndi bilavasitə vəzifəli şəxs tərəfindən icra etməməyi nəzərdə tutur və burada əlavə cəza kimi müəyyən... Çox sözcüsü, bizim bir reklam aramız var. Hörmət tamaşaçılar, biz mövzuya qayıdacağıq. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edəcək. Hörmət tamaşaçılar, biz hal-hazırda Şərur Mənzil-Texnik Kooperativinin baş sponsorluğu ilə bizim verişimiz davam edir. Mən Şərur Mənzil-Texnik Kooperativi barədə ətraflı məlumat vermək istəyirəm. Şərur Mənzil-Texnik Kooperativi Bakı və Bakı ətrafında 30 ildən artıqdır ki, çox mərtəbəli binaların tikintisi ilə məşğuldur və yüzlərlə, minlərlə insanlar Şərur Mənzil-Texnik Kooperativindən müqavilə əsasında əmlak əldə eləyiblər və bu gün də davam etdirir. Mən Şərur Mənzil-Texnik Kooperativinin bugün təklif etdiyi 25.000 manat təmirli evlər və 5.000 manat civarında olan evlər təmirsiz təklif olunur. Bizdə müqavilələr şöbəsi var, hüquq şöbəsi var. Yaxınlaşıb istənilən vəkilinizlə, hüquqşünaslarınızla özünüz sərbəst müqavilənin şərtlərlə tanış olub, Mənzil Tikinti Kooperativindən, yəni Şərurdan söhbət gedir. Şərur Mənzil Tikinti Kooperativindən 25.000 təmirli evlər üçün, təmirsiz evlər üçün isə 5.000 manat ödəməklə Bakı və Bakı ətrafında istədiyiniz əmlaka sahib ola bilərsiniz. Şərur Mənzil Tikinti Kooperativinin Şəhər Mənzil Kooperativining müqavilə əsasında götürdüyü öhdəliklə vaxtı-vaxtında icra edir. Qaz, işıq, su və digər kommunal xidmətlərin vaxtı-vaxtında təminatına belə də ki, cavabdehdir. Biz verişimizə qayıdırıq. İlkin müəllim, buyurun. Əkbər müəllim, mən qanunvericilikdə son dövrdə aparılan və son olaraq 14 iyul 2025-ci il tarixdə xüsusi icra məmurları haqqında qanun qəbul olunub. Hələ ki görünmür. Hələ ki bu yəni praktikada tətbiq olunmur, ancaq hər bir halda bu qanun var. Yəni gələcəkdə bu məsələləri təkmilləşdirmək üçün, bu icra prosesini sürətləndirmək üçün qanunvericilikdə bu islahatlar
bugünkü gündə də göründüyü kimi davam etməkdədir. Mən həmkarımın dediyinə bir əlavə etmək istəyirəm. Artıq sərbəstsiniz, buyurun. Bəli, bizdə belədir Buyurun, ki, məhkəmə qərarları indi tək uşaqla bağlı deyil, başqa məsələlər də var. Ən çox da bu dəqiqə Məzəmmət köçürmə, məzəmmət çıxarma, burada yetərincə icrasında işlər o var. da var, amma mən öz təcrübəmdən deyim ki, İşə bərpa ilə bağlı, əmək haqqının ödənilməsi ilə bağlı. İcra oluna bilməyən ən əsas qərarnamələrdən biri də alimentlə bağlıdır. Burada məsələ belədir ki, mən öz təcrübəmdə olan işlərdən danışmaq istəyirəm. Məsəl üçün, baxır sanki atanın imkanı var, amma anadan qisas almaq üçün deyir ki, alimenti ödəməyəcəm. Ödəmir və iş gedir, icraçı bütün tədbirləri həyata keçirdikdən sonra inzibati protokol tərtib edib, tutma verir həmin şəxsə və iş gedir məhkəməyə. Bu zaman həmin adam ya qohumları bütün məbləği ödəyib gətirirlər çeki ki, bax biz ödədik. Məndə məsəl üçün təcrübəmdə bir iş olmuşdu. 528-ci maddənin qeyd hissəsində yazılıb ki, əgər məhkəmə qərarı çıxana qədər icra olunmalı, məhkəmə aktı icra olunarsa, şəxs məsuliyyətdən azad olunur. Sevinç xanım, biz dedim, bizim elimizdə belə bir adət var. Deyir, Həzrət Abbas qılıncı kimsə boyun dalında durmalı ki, icra olunmalıdır. 10 sutka həbs olur, inzibati həbs olur. Onda gedir, apellyasiya verir qarşı tərəf, apellyasiya müddətində qanun qüvvəsi almamış, artıq onu icra edir, o da xitam verilir. Bax, problem o hissədir. Niyə bu vaxt ödəmirsiniz? Bəli, ödəmirlər və hansı məsuliyyətə cəlb olunandan sonra əl-ayağa düşürlər, belə deyək də. Və orada da inzibatidə yazılıb ki, qərar çıxarılana dək, apellyasiya biz versək də, tutaq ki, ödədi, apellyasiya verilir. Apellyasiya məhkəməsi hesab edir ki, qanunda qeyd olunub ki, qərar çıxarılana qədər, ona görə heç olur ki, məsuliyyətdən də azad eləmirlər. Amma məsəl üçün cinayət məcəlləsində bu fərqlidir. Bəli, cinayət məcəlləsində amma fərqlidir. Cinayət məcəlləsində yazılıb 306-ın qeydində ki, qanuni qüvvəyə minənədək, yəni hökm çıxarılandan sonra ödəsə, yenə apellyasiya məhkəməsi onu məsuliyyətdən azad edə bilər. Yəni belə şəxslər var ki, özü qəsdən icra eləmir. Artıq o inzibati məsələlərdə hümanizm prinsipi var da. Bəli, onu hakim nəzərə ala bilər. Bəli. Bax, bu günləri bax ən çox suallarımız nədən ibarətdir? El arasında bir daxal var, him var, nə bilim, əldamı var. Onun sökülməsi ilə bağlı dövlət orqanı ya maraqlı şəxslərin qanun qüvvəsi almış məhkəmə qətnaməsi olmadan sökülməsi qanunvericidir, qadağandır. Buyurun. Ümumiyyətlə mən qeyd etmək istəyirəm ki, bir şey ki, məhkəmə qərarına tənzimlənməyibsə və qanun normasının öz təsbitini tapmırsa və yaxud da qanunda qadağan edilmiş bir məsələsə, bu məhkəmə qətnaməsi olmadan hər hansı bir istiqamət tədbirlərin aparılması təbii ki, yol verilməzdir. Düşünürəm ki, bilirsiniz ki, söküntü ilə bağlı, tikinti işləri ilə bağlı, mənzildən boşaldılması, qanunsuz köçürülməsi, qanunsuz tikililərin sökülməsi, şəxsin öz hesabına və yaxud da digər əsasları. Məsələn, məndə icraatda bir iş var, Əkbər müəllim hal-hazırda o məhkəmə icraatı gedir. Şəxsin mülkiyyətdən çıxarışı olan, yəni xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində regionlardan birində digər şəxs gəlib qanunsuz olaraq həmin əmlakın üzərində iş, bəli, zəbt edib, əmlak icra edib və qeyd edib ki, məhkəmə bu hal-hazırda məhkəmə icraatına gedir və müvəqqəti təminat tədbirinə məhkəmə müraciət tikintinin dayandırılmasına bağlı müvəqqəti bir qərarda əldə etmiş və icra mərhələsinə yönlənib. Siz təsəvvür edin ki, o icra mərhələsi çox böyük çətinliklə o icra tədbirləri həyata keçirildi. Vətəndaş kifayət qədər problem yaradırdı, zəbt etməsi azmış kimi. Hələ məhkəmə qərarının icrasından da yayınladı. Təbii ki, o da qanunvericinin tələblərinə uyğun olaraq icra məmuru tərəfindən müvafiq tədbirlər görüldü və sonuncunun həmin qərarda icra edildi və tikinti müvəqqəti dayandırıldı. Buyurun. Əkbər müəllim, mən də bir dəfə bu məsələyə toxunmuşdum. İcra ilə bağlı, həm də bu söküntü ilə bağlı bir məsələyə toxunum. Hazırda, məsələn, mənim də icraatımda bir iş var. Orada ümumi böyük bir binanın şirkət tərəfindən sökülməsindən söhbət gedir, köhnə tikilinin. Və həmin şirkətin onu sökməyə icazəsi də olmayıb. Hətta baxmayaraq ki, müvəqqəti təminat tədbiri barədə qərar olub, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olub, podratçı şirkət həmin qərara da məhəl qoymadan böyük bir binanı söküb, sakinlərin əmlakı məhv olub və nə kirayə haqq ödənilir, nə də yerləşdirilir. Gələn verilişdə bir anons verim. Gələn verilişdə inşallah Zərifə xanımdan da xahiş edəcəm bununla bağlı. Məhkəmə qətnaməsi olmadan sökülən əmlakla bağlı fikir aparacaq. Konkret mülki məcəllənin 180-ci maddəli xüsusi belə deyək ki, mülkiyyətdə olan evlər, qanunsuz, hətta qanunsuz tikilmiş olsa da belə məhkəmə qətnaməsi olmadan sökülən evlər sərəncam verilir. Dövlət sərəncam verir ki, İlkin bəyin şirkəti filan yerdə çox mərtəbə bina tiksin, amma sərəncamın birinci bəndində yazır ki, vətəndaşlarla sakinlər razılaşdırma edir. O demək deyir ki, baba mənə kör deyib, gəl ki, dənə vurdu. Buldozer ver ora, üçün sök, dördün düzü qalsın belə. Məhkəmə yer gəlmişəm bunu deyim. Bəzi insanlar məsələnin mülkün mübahisə olmasından arxasında çox gedir.
bəzi məsələləri unudurlar. Məhkəmə qətnaməsi olmadan, məhkəmə qərarı olmadan hər hansı tikilinin, binanın və ya başqa bir qurumun Tikilinin də qurğunun, sökülməsi, bəli. sökülməsi Qanun və qanunsuz olsa da belə. birbaşa cinayət məcəlləsində özbaşınalıq maddəsidir. O özbaşınalıq maddəsinin cinayəti başlanmalıdır, istintaq getməlidir, ondan sonra digər hissəyə gəlməlidir. Amma çox təəssüf ki, bəzən bu məsələlər heç vəkillər tərəfindən də qaldırılmır. Yaddan Yox, çıxır. mən hər zaman qanun və icra proqramını səsləndim ki, məsələn, vətəndaşlar var, mənə müraciət edib, hal-hazırda bayılda evi sökülən insanlar var, çox mərtəbə bina tikilib. Kvadratını 10 minə təklif edir. Amma bu vətəndaş isə 2500-də, 1500-də təklif edir. İstər qanunsuz olsun, istər qanun olsun, tikilinin, başqa şəxsə məxsus olan tikilinin məhkəmə qərarı olmadan sökülməsi qanunsuzdur. Bax, mən vurğulayıram, qanun və icra proqramı bütün vətəndaşların proqramıdır. Burada bütün vəkillər, bax biz mantiyyə oturmuşuq, nə xoş bizim halımıza ki, illər ötəcək, bax burada səslənilən fikirlər ki var, insanlar həm maarifləndirilir, həm də məlumatlandırır. Bugün mən Əkbər Yusufoğlu, bu verilişin layihə rəhbəri olaraq deyirəm ki və bildirirəm ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə baxın. Orada qeyd olunur ki, məhkəmə qətnaməsi olmadan heç kəsin tikisi sökülə bilməz. Amma sərəncam olsa da belə, sərəncam verib Nurlan xanım şirkətinə, Sevinç xanım şirkətinə, o demək deyil ki, bunlar sabahlar hərəsi bir traktorla, bulduzla gedib olan söhməlidir. O, vətəndaşlarla fərdi qaydada danışıq aparmalıdır, ödənişləri eləməlidir. Onu razı olub, biri razı olmadan da onun evin, suyun, kanalizasiya xəttini pozub, onu çıxma vəziyyətə qoymamalıdır. Yəni, dövlətin, belə deyək ki, bununla bağlı mövqeyi bundan ibarətdir. Yalnız və yalnız məhkəmə qərarı olmalıdır. Ümumiyyətlə bu hallarda həm də bu həmin tikilinin söhbət indi mənim dediyim halda binadan gedir. Onun sökülməsinə dair, yəni onun tikinti normalarına artıq cavab verməməsi, qəzalı vəziyyətdə olmasına dair rəylə olmalıdır. Səlahiyyətli qurumların, məsələn, konkret Fövqəladə Hallar Nazirliyinin Dağ mədənləri və o da Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan bəli qurumdur. Yəni rəylər olmalıdır və aidiyyatı qurumlardan icazə alınmalıdır və eyni zamanda şəxs mülkiyyətindən ancaq ədalətli kompensasiya verilməsi şərti ilə, bəli, ağlabatan kompensasiya verilməsi şərti ilə. O ifadə gedir. Bəli, ağlabatan. Gün bazar qiyməti var. Mülkiyyətindən məhrum ola bilər. Yəni həmin şəxslərlə, o sakinlərlə razılaşmada başlıca burada prioritet məsələlərdən biri olmalıdır. Ancaq çox təəssüf ki, belə şirkətlər bir çox hallarda nə məhkəmə qərarlarına riayət edirlər, yəni qadağalara riayət edirlər. Ona görə də biz bu günləri vəkil olaraq hamımız, bu məsələni qaldırmışıq ki, məhkəmə qətnaməsi mənim dövlətimin adından çıxır və icrası məcburidir. Və onun inzibati və cinayət məsuliyyəti var. Buyurun. Ümumiyyətcə, Əkbər müəllim, bir də o çox doğru bir mövzuya yanaşırsınız ki, bugün qlobal problemlərdən biri söküntü nə qədər ictimailəşən mövzular olur, vətəndaş da razılıq olur, şirkətlərin özbaşınalığı, özbaşına söküntü aparmaları və vətəndaşlara hətta özbaşına tikililəri qoysaq kənara, şəxslərin xüsusi mülkiyyətində olan əmlakları onların razılığı olmadan söküntü həyata keçir. Hansı 13-cü maddəsi xüsusi mülkiyyət tamamilə təminat verir. İmperativ hüquq, hər zaman deyirəm, imperativ hüquqlardan biri mülkiyyət hüququdur və vətəndaşın imperativ hüququnu hər hansı bir şirkət, istəyir fiziki şəxs, hüquqi şəxs tərəfindən pozulubsa, bu birbaşa həm mülki münasibətlər üzərində məsuliyyət yaradır, eyni zamanda cinayət məsuliyyəti yaradan hallardandır. Və düşünürəm ki, vətəndaşlar bu istiqamətdə kifayət qədər ciddi yanaşmalılar. Yəni bir şirkət, siz çox doğru buyurdunuz, aidiyyatı inzibati icra hakimiyyəti orqanı tərəfindən, inzibati orqan tərəfindən bir sərəncam layihə icra eləməklə bağlı tətbiq olunubsa, o sərəncam qanunvericinin ziddində müəyyən edilə bilməz təbii ki. Orada vətəndaş mövqeyi və orada mülkiyyətçilərin mövqeyi önə gətirilməlidir. Təbii ki, bu sərəncamlar icra edilərkən də vətəndaşlar çox diqqətli olsun. Adətən təcrübədə biz çox görürük, çox doğru deyirsiniz. Sərəncamları əllərində üzürsən, bayraq şəklini gətirib vətəndaşa göstərirlər. Vətəndaş çox hüquqi savadı olmadığına görə elə bir sərəncamda icra etmə, layihə icra verilməsini, izin verilməsini gördükdən sonra sanki vətəndaşlar inam yaranır ki, bu ev sökülməlidir. Bax, Nurdan xanım, həmin vətəndaşlara mən qanun və icra proqramının aparıcısı kimi səslənirəm. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186-cı maddəsində qeyd olunur ki, əmlakı qəsdən məhv etmə cinayət məsuliyyəti yaradır. Elə onu deyəcəydim. Əlavə olaraq. Yalnız özbaşınalıq yox. Bəli. Elə həmin Əmlakı qəsdən məhv etmə. Bəli, özbaşınalıq 322-dir. Bəli. Özbaşınalıq toxunmuram o. 322 toxunmuram. O da var da, o da var. Amma biz hesab edirik ki, mən Əkbər Yusufoğlu olaraq bu günləri qanun və icra proqramında vəkil və hüquqşünas kimi söyləyirəm.
əmlakı qəsdən məhv etmək ünsiyyətlə tamamilə fərqlidir. Əmlakı ehtiyatla məhv etmək tamamilə fərqlidir. Amma Cinayət Məcəlləsinin 188-ci maddəsi qanuni və qanunsuz zəbt olmalarla bağlı hüquq araşdırır. Amma bu günləri biz 1 sentyabr 2000-ci ildə qüvvədə olan Cinayət Məcəlləsinin normalары əsasən sərəncamın olub-olmamasına asılı olmayaraq, hətta sərəncam verilmiş olsa da əmlaki məhkəmə qaydasında mənfi ilə bağlı, tərəf olması ilə bağlı, sıradan çıxması hökm belə deyək, məhkəmə qətnaməsi olmalıdır. Buyurun. Mən bir məsələni deyim. Bugünkü dövrdə belə bir şirkətlər bir növ həm də belə deyim, məsuliyyətdən yayınmaq üçün hansı üsullardan istifadə edirlər? Podratçı bir şirkət tapırlar və ya bir nəfərlə fiziki şəxsən podrat müqaviləsi bağlanılır və bütün bu işlər həmin şirkətə və ya fiziki şəxsə həvalə olunur və sonra da bu məsələdə artıq problemlər yarananda həmin şirkətlər bir mənalı şəkildə bütün işləri bu podratçı şirkətə, üçüncü şəxsə ötürdüklərini bildirirlər. Ancaq işin halları dərin araşdırılanda faktiki müəyyən olunur ki, burada yəni bilavasitə şirkətə bu evin sökülməsinin, yəni bu göstərişlərin aidiyyəti vardır. Sadəcə hüquqi sənədləşməni elə qaydada aparıblar ki, məsuliyyətdən yayına bilsinlər. Amma mən hesab edirəm ki, bugün biz vəkil olaraq bu hüququn danışan ağzıyıq. Biz də müqavilə bağlayan şəxslərin həm simasıyıq, həm də danışan ağzıyıq. Mən dövlət orqanlarına vətəndaşın hüquqlarını bərpası ilə bağlı müraciət edəndə mənə yaxınlaş etməməm, şikayətə gəlmişsiniz. Deyirəm, xeyr, siz bu ərazi üzrə birinci, ikinci şəxsiniz, mən şikayət edirəm, mən xahişə gəlmişəm. Və Allah rəhmət etsin, Ulu Öndərin imzası ilə bugün qanun qüvvəsi almış, istəyir Cinayət Məcəlləsi olsun 1 sentyabr 2000-ci ildən, istəyir Mülki Məcəlləsi olsun, kitabı qoyuram ki, bax, burada belə yazılır, biz də belə oxuyuruq, biz də vətəndaşlar belə maarifləndiririk. Burada belə yazılır. Yazılır ki, əgər ekspertin rəyi ilə mənim mənzilim qəzalı vəziyyətdədirsə, dövlət və həvalə olmuş şirkət məni təmin eləməlidir. Eyni zamanda orada vurğulanır ki, məhkəmə qərarı həmən əmlak məhv olunmalıdır, sıradan çıxarılmalıdır və dövrədən çıxarılmalıdır. Buyurun. Mən siz deyəndə o yadıma düşdü. Bizim bir hörmətli şəxsin bir sözü var, o söz çox xoşuma gəlir. Deyir ki, vəkil vətəndaşları qanundan qorumur, hüquqlarını qoruyur və pozulmasının qarşısını alır. Yəni ona görə mən hesab edirəm ki, biz kimin ki hüquqlarını qoruyuruq, ona hüququ, qanunu düz izah eləməliyik. Yəni başa salmalıyıq ki, onun eləcəyi hərəkətin qarşısında sonunda nələr onu gözləyir. Bununla bağlı bir yadıma düşmüşkən bunu deyim, nə qədər ki veriliş maarifləndiricidir. Məsəl üçün, elə işlər var ki, məndə borc tələbidir. Tərəf fikirləşir ki, bunun barəsində inzibati, sonra da cinayət məsuliyyətinə cəlb edilsə, gedib cəzasını çəkib çıxandan sonra o borc silinmiş olacaq. Yəni, mən buradan bunu bildirmək istəyirəm ki, yəni, əvvəlki qanunlardan düzdür, bu təkrarlıq sayıldığına görə 2000 səhv eləmirəmsə 5-ci ilə qədər onda bir dəfə məsuliyyətə cəlb olunub, cəza çəkib çıxmışdısa, şəxsi eyni borca görə məsuliyyətə cəlb eləmirdilər. Sonra bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı qəbul olundu və hesab olundu ki... 8.2-ci maddə şərhi var. Bəli. Və hesab olundu ki, bu təkrarlıq hesab olunmur. Çünki şəxs cəzasını çəkib çıxandan sonra yenidən icra tədbirləri başlayır və o icra sənədini icra eləmədiyinə görə yenidən məsuliyyətə cəlb olunur. Və bu təkrar məsuliyyət cəlb etmə sayılmayacaq. Ona görə mən vətəndaşlara bunu izah eləmək istəyirəm ki, nə qədər ki, əgər borcunuz varsa, kiməsə icra olunmayan qətnamə varsa, hesab etməyin ki, siz cəzanızı çəkib çıxacaqsınız, üzərinizdə olan 100 minlik, 1 milyonluq borc silinmiş olacaq. Yəni, icra olunana qədər hər dəfə məsuliyyətə cəlb olunmaqda davam edəcəksiniz. Bizim problemlərimizdən biri və icra və probasiya şöbəsində yaradığımız problemlərdən biri də mənzildən çıxarımı ilə bağlıdır. Biz bir gün məlum, bu belə deyək ki, səbəblərə görə öz ərazisini, öz evlərini məcbur şəkildə boşaldaraq pənah gətirmiş şəxslərimiz var ki, onlar çox burada vətəndaşların mülkiyyətli olan evlərinə sığınıb. Hal-hazırda mülkiyyətlə bağlı məhkəmə çəkişmələri var. Məhkəmələr əsaslı olaraq və tutarlı olaraq mötəbər Konstitusiyanın 13-cü maddəsi tələbinə əsasən çıxarma təmin olunur. Onun çıxarılması ilə bağlı digər dövlət orqanlarına
birgə Əməkdaşlıq işləmiş olur. olunur. Buyurun. Bəli. Mən çox doğru bir mövzu vurğuladınız. Eyni zamanda qeyd etməsilə mənim öz valideynim də bu məsələni üz-üzə gəlib. Aidiyyatı üzrə məhkəmə qətnaməsi uzun müddət öncə elan olunsa da qətnamənin icrası müvafiq üzürlü səbəblərdən icra edilmirdi. Lakin icra orqanı burada biraz müəyyən qədər yanaşmasını, baxın, bir növ həmin məcburi köçkünü statusu daşıyan deyək ki, şəxslər qeyri-şəxslərin mülkiyyətində olan mənzillərdə zamanında məskunlaşırlar. Artıq müəyyən məsələlər baş verməyinə baxmayaraq həmin şəxslər mənzili tərk etmək istəmirlər və yaxud da müvafiq kompensasiya istəyirlər mülkiyyətçidən. Amma son zamanda belə bir qayda, son zamanlar bu mövzu mənim üçün biraz maraqlı deyil. Nəinki digər vətəndaş, sonra mən sizin evinizin, mən torpağınızı zəbt eləmişəm, bununla bağlı təkliflər olunur. O mövzuya toxunmayaq, çünki o mövzu bir həssas mövzudur. Mən bu günləri gəlinin ceiz əşyaların götürülməsi ilə bağlı və qız əşyaların götürülməsi ilə bağlı problemlərimiz var. Buyurun. Bəli, problem ondan ibarət ki, belə qətnamələr saysız hesabsızdır. Nə qədər ki, nigahın pozulmasına bağlı mübahisələr varsa, orada əksərən qızıl zinət əşyaları, ceiz əşyalarının kənarlaşması, çıxarılması mənzildən və yaxud da şəxsin özünün naturada o əmlakların qaytarılması mümkün olmadığı təqdirdə onun maddi əvəzinin ödənilməsi məsələləri qətnamələrlə müəyyən edilir. Bu əslində mən hər zaman həmkarlarımı belə öyrətmək kimi çıxmaz, hər zaman qeyd edirəm ki, qətnamənin gələcəkdə icrasını şübhə altına ala biləcək məsələləri biz öncədən qarant altına almalıyıq. Hansı istiqamətdə? Məsələn, adətən əksər qətnamələri görür ki, məsələn, falan ceiz əşyaları falan kəsdən alıb təqdim edilsin. Məhkəmə qətnaməyi icra olunarkən həmin əşyaların ümumiyyətlə mövcud olmaması öz əksini tapır və icra məmuru qətnamənin icrasının qeyri-mümkün olmasına bağlı tədbirlər görməyə başlayır. Dəyəri ilə bağlı müəyyən məsələlər də var. Mən düşünürəm ki, öncədən həmin əmlakçıların naturada verilməsinin mövcud olub-olmaması, eyni zamanda mövcud olmadıqda dəyərin ödənilməsi məsələsi ilkin elə iddia olaraq irəli sürülməlidir ki, məhkəmə qətnamələri gələcəkdə icra edilərkən alternativ məsələ önə gəlmiş olsun. Aydındır. Yəni, əşyanın olmaması qətnamənin icra edilməsinə şərait Hər birinizə verməsin. fərdi qayda minnətlərimi bildirirəm. Bu günləri Qanun və İcra proqramında 17 saylı Vəkil Bürosunun vəkili Sevinç xanım Həsənova və vəkilimiz, dəyərli ziyalımız, eyni zamanda uzun müddət hakim işləmi təqaüddə olan Vəkillər Kollegiyasının üzvü Mirzə xan Kişiyev və eyni zamanda bizim dəyərli bacımız, çox dəyər verdiyimiz Nurlana xanım Quliyeva vəkilimiz və hakim işləmiş hal-hazırda vəkili peşəsinə məşğul olan, vəkil fəaliyyətə məşğul olan İlkin Xəlilov bizim qonağımız oldu. Hörmətli tamaşaçılar, bu günləri icra və probasiya şöbəsində yaranan problemlərlə bağlı, problem deməzdim, yəni belə deyək, məhkəmə qətnaməsinin üzürlü və üzürsüz səbəbdən icra etməyən borçluların barəsində biz fikir mübadiləsi apardıq. Hesab edirik ki, biz bu günləri qanun və icra proqramı olaraq bugünkü verilmiş çox maraqlı mövzudur. Biz hörmət tamaşaçılar, sağ olun, gələn görüşlərə qədər Allah dövlətimizi və millətimizi qorusun. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icraya baxdınız. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25 bin manat, təmirsiz üçün 5 bin manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır.